Ha bu gün raket uçurduruq. Hər vaxtınız xeyir millət, gelirik Aerokosmik Modelçilik Festivalına. Gəlib məkana çatdıq. Yallah, qəşəng də külək var. Gəlmişik səhrada sazıcı yumurta bişirməyə. Əməlli başlı da adam var. Gənclər raket pek modelçiliyi bacarıqlarını göstərirlər. Hindab balaca öz düz atdığı raketi uçuracaq. 2, 1, start! Oy! Кто-то жаловался, Şamil mən... Qaqam əməlli başlı uçuranıdır da. Xalqın uşağı kardondan raket düzəldir. Mən də hələ... nəysə. Ürəyimə damıtda bu qaqaşın raketi super uçacaq. Həyəcanla kənara qaçışır, hər kəs indi partlayış olacaq. Partlayır. Çıqqan fış çıxdı deyəsən gözümdə idi. Ha balaca raketi böyükdür, görəm nətə olacaq. 1, start. Uşaqlar var, şərait yoxdur. Görək abi qardaşların təyyarəsi necədir? Uçur görə, minə bilərik ya. Tonlu yerləşərəm, üstündə otura bilərəm, içinə girənməsəm də. Məncə məni qaldırarım. Deyəsən qardaşı götürüb uçmağa çalışır. Qaqamın təyyarəsi idi. Təşəkkürlər. Abda da uşaqlar yüngülvari bir peyk düzəltdilər. Proqramlı zaddır. Üstündə kamerası falan da var. Bu peyki dronla qaldırırlar yuxarı və yer üzərinə aid olan məlumatlar araşdırırlar. Kişi reaktiv təyyarə düzəldən də var. O qədər sürətlə uçur ki, güclə videoya çəkdim. Bu da uşaqlar sıfırdan bir dənə dronlar yığıtdılar. Məşğul olanda belə faydalı işlərlə məşğul olasan. Elə bilirdim abi təyyarələr pilotsuzdur, pilot var imiş. Sadiqin düzəltdiyi tank. Kişinin oğlu driftsad eləyib. Benzinli maşın elektrikli maşına qarşı. Təbii ki, elektrikli fikirləşmir, bastı getdi. Həvəslə abi təyyarəyə baxırdım, abını nəsə xodlayamadılar, deyəsən gözümdə idi. Axırda aparatla zaten abını da xodladılar. Və belə qəşəng tüstülüyə uçdu. Abda da deyəsən adrenalinli qırğın yarış başlayır. Mən də deyirəm, toz duman bassaqla davrala. Qucaqlaşa gəlirlər. Xalqın uşaqları ilə dolu maraqlı bir festival idi. Dəvət üçün Aerospace Aza təşəkkürümüzü bildiririk.